Mən Vüsal Kəlbəzəri, əslən Kəlbəzər rayonunun Abdullah Şah kəndinənəm. Bəli, Abdullah Şah kəndindən bizdə çoxlu sayda şikayətlər daxil olubdur. Əlbəttə ki, biz də elimizin, obamızın hər zaman yanındayıq. O kənd ki, orada mənim atamın xatirələri var. O kənd ki, mənim babamın orada qəbri var. O kənd ki, mənim nəslimin, kökümün, orada əcdadlarımın qəbri var və o cümlədən tarixi var. Ona görə də mən adiyyəti olan orqanlardan, mən Vüsal Kəlbəzəri və Abdullah Şah kəndinin əhalisinin sözünü siz adiyyəti olan orqanlara çatdıram ki, hər bir şey qayda qanunla, hər bir şey qanun çərçivəsində inşallah yerinə yetsin. Əlbəttə ki, çəkilişlərimiz davam edir. Bu çəkilişimizdə Abdullah Şah kəndinin əhalisinin sözünü, fikirlərini sizə çatdıracam. Qalanı davamlı şəkildə nəticə olunana qədər biz kənd cəmaatı olaraq, biz kənd cəmaatı insanları olaraq orada olan kampın, orada olan otelin qanuni şəkildə olub-olmadığını Cənab Prezidentimizə bütün insanlar çatdırıbdılar. Və adiyyəti olan orqanlardan xahiş edirik ki, bu işə ciddi yanaşılsın, insanların inşallah rəylərinə, fikirlərinə, ərzələrinə düzgün baxılsın. Bəli, kənd cəmaatı adından müraciətimiz inşallah dövlətimizin başçısına, dövlətimizin adiyyəti olan orqanlarına və cavabları, o cümlədən də nəticələri sizlərlə paylaşacağıq. Təşəkkürlər, minnətdarım. Biz Kəlbəcər rayonunun Abdullah Şah kənd ərazisində toplaşmışıq. Toplaşmaqda məqsədimiz kəndin etirazını yuxarı təşkilatlara, aidiyyatı orqanlara çatdırmaqdır. Biz rəsmi qaydada müraciət eləmişik prezident aparatına, ölkənin baş prokurorluğuna, Kəlbəcər rayon icra hakimiyyətinə, prezidentin Kəlbəcər rayonu üzrə səlahiyyətli nümayəndəsinə bu müraciətləri yazılı eləmişik və üstündən xeyli müddət keçməsinə baxmayaraq hələlik heç bir nə müraciətimizə cavablar olub, nə rəsmi orqanlar hər hansı bir rəsmi tədbir görübdür. Çünki bu ərazi bizim böyük arı təsərrüfatımız var, bizim arı təsərrüfatımızın yeridir. Bu il biz bir neçə arı təsərrüfatı sahibi arımızı bura gətirə bilməmişik. Səbəb də odur ki, burada gətirib qeyri-qanuni kamp tikiblər. Ölkə başçısı cənab prezident tapşırıbdır ki, hətta Şuşa alınanda belə bir çıxışı var idi, rəsmi orqanlar bunu eşitsinlər. Heç bir nazir, heç bir məmur icazə, mənim şəxsi icazəm olmadan bir qarış torpağı belə zəbt eləyə bilməz. Biz müraciət eləyirik. Bu kampın burada qurulmasına, bu restoranın burada qurulmasına hansı dövlət qurumu icazə veribdirsə, xahiş eləyirik dövlət orqanlarından, hüquq mühafizə orqanlarından həmin icazə, həmin dövlətin verdiyi rəsmi icazə bu xalqa təqdim olunsun, bu cəmaata təqdim olunsun. Biz çox istəyərdik ki, Kəlbəcər rayonu üzrə prezidentin səlahiyyətli nümayəndəsi və yaxud özü gələ bilmirdisə mavinlərindən, mətbuat xidmətindən bizim burada bu tədbirimizdə iştirak eləyərdi. Əfsuslar olsun ki, heç bir rəsmi dövlət qurumu hələ bu günə qədər nə reaksiya veribdi, nə bizim burada iştirakımıza qoşulubdur. Bu gələcək üçün böyük bir ərazi zəbtidir. Bugün çadır kampı qurulub, heç bir rəsmi icazəsi olmadan, baxın, mən göstərirəm, çəkirlər, böyük bir kamp qurulubdur. Bu kampın burada qurulması bir kəndin işğalıdır. Biz demirik ki, bu kamp bir dövlətin bir rəsmi sənədini çıxartsınlar, xalqa təqdim olunsun. Buyurun, baxın, hansı naziri icazə verib, hansı qurum icazə verib, prezidentə cavab versin, ölkə başçısına cavab versin. Mən də Abdullah Şah kənd sakini Həsənov Məzahir Bəxtiyaroğlu bu kənd sakinlərinə birgə etirazınızı bildirmək üçün kəndimizə yığışmışıq. Əsasən də şikayətimiz bu qanunsuz kampın tikilməsi ilə bağlıdır. Qeyd edim ki, bu kamp tikilən zaman heç ümumiyyətlə bir kənd sakinindən belə nə müraciət olunub, nə söz deyilib, nə belə deyək də kənd dilində desək icazəsi belə alınmayıb. Amma soruşanda deyirlər ki, yuxarı instansiyalara biz müəyyən hörmətlər eləmişik, müəyyən vəsaitlər götürmüşük. Hələ elə bir məbləğ deyirlər ki, heç o məbləğin bu dəqiqə heç biz bəlkə də görməmişik. Mən Alməmmədov Səxavət, Abdullah Şah kənd sakiniyəm.
Bu günlər kənd cəmaatı ilə birlikdə burada qeyri-qanuni qurulan bax o kampa etiraz edirik. Hansı ki, burada qurulan kampın, hətta o kampı quran adam bu kəndin vətəndaşı deyil. Bu kəndə heç bir aidiyyatı yoxdur. Bu kəndin ərazisi bu kəndin sakinlərinə məxsusdur. Biz hələ gedib qəbirlərimizi ziyarət edə bilməmişik. Qəbirlərimizin baş daşının arxası hamısı deşikdir. Onu düzəldə bilməmişik. Burada bir dənə özləri üçün kafe gecə barıdır. Bunun başqa adı yoxdur. Burada başqa heç bir adı yoxdur. Bu gecə barıdır. Buna başqa ad qoymaq olmaz. Bu nədir? Burada biz ailəm, biz bura tikilən vaxtı heç bir icazə olmayıb. Həmin vaxtı portala icazə olmayıb. Necə olur ki, biz bura gələ bilmirik, amma burada kamp salına portala icazə verilməyə. Bu kənd cəmaatı adından biz burada buna etiraz edirik və bu buradan sökülsün. Yeri dəyişdirilsin. Bizim kənd ərazisində olmasını istəmirik. Vəssalam. Mən Həsənov Nemət Ataşoğlu 1961-ci ildə Abdullah Şah kəndində doğulmuşam. Orta məktəbi bitirdikdən sonra 78-ci ildən düz 1993-cü ilə qədər bu kənddə yaşamışam və müxtəlif vəzifələrdə işləmişəm. Azərbaycan kolxozunda köməkçi mühasiblikdən tutmuş kolxoz sədrinə, icra nümayəndəliyinin məsləhətçisinə qədər vəzifədə olmuşam. Bu ərazinin hamısı Kəlbəcər rayonu Abdullah Şah kəndinin ərazisidir. Həmin kampı tikənlərin kəndləri Mozqaraçanlı kəndidir və kolxozları da ayrı olub Moz kəndi olubdur. Onların o yazılana görə Azərbaycan kolxozu ilə heç bir aidiyyatı yoxdur. Vaxtilə Azərbaycan kolxozunun tərkibində olublar və ayrıbdırlar kolxozu. Arımı gətirə bilmirəm hal-hazırda. Arım hal-hazırda bu saatı aranda qırılır istidən. Dəfələrlə də müraciət eləmişik aidiyyat orqanlara, heç bir nəticəsi də yoxdur. Deyəndə də deyirlər ki, hətta 100 minə qədər biz xərc çəkmişik, pul vermişik kimlərəsə. Xahişimiz odur ki, bu kamp buradan sökülsün. Bəli, sökülməlidir. Sökülsün, öz kəndində tiksin. Abışov Elçin Müzəffəroğlu, Abdullah Uşaq kənd sakini. Bu kampın burada yaradılması kənd sakinlərinin heç birindən nə məsləhət, nə halallıq, heç bir icazə almadan burada qurulubdur. Kənd cəmaatı tələb edir ki, kamp təcili şəkildə buradan sökülsün. Yəni bu bir kəndin mövqeyidir, bu Abdullah Uşaq kəndinin mövqeyidir. Kənd kəskin şəkildə deyir ki, öz yerlərində. Yəni kampın yeri kim verib, nə tər verib, düzgün seçilməyib. Xahiş olunur ki, kampın yeri buranı tərk eləsinlər, yerini düzgün seçsinlər. Çox sağ olun. Əliyev Seyfəli Sadıqoğlu. Mən də bu etiraza qoşuluram. Çünki bunların bu kampı tikməsi bizim kəndin cəmaatının demək olar ki, əksəriyyətinin əsəbi ilə oynayırlar. Ona görə ki, çünki bizim kəndin cəmaatı hamısı arı təsərrüfatı var, əksəriyyətinin arı təsərrüfatı var. Gətirib bura arı salırdıq. Bugünkü gündə bu kampa görə bizim heç birimizin arı təsərrüfatımız bura gətirə bilmirik. Şəxsən mənim özümün arı təsərrüfatım var. 60 arı ailəsi var. O arı ailəsini mən bu il bura gətirə bilməmişəm. Özdə düz gəlib, demək olar ki, bu kampa gələn yolu mənim düz tutqamın yanından çəkibdi o yolu. Oradan gələn maşınlar arıların işləməsinə ziyanlıq vurur. Ona görə də mən də bu kənd cəmaatının hamısının dediklərinə qoşuluram və etirazımı bildirirəm ki, bu kamplar buradan sökülməlidir və aparsın başqa yerdə, başqa kətdə, öz kəndində tiksin. Mən də etirazımı bildirirəm ki, bugünkü